Bir nəfər taksiyə minir. Sürücü elə bərk sürür ki, sərnişinin ürəyi ağzına gəlir. Maşın çatır işıqfora, işıq qırmızı yanır, amma sürücü qaza basıb düz keçir. Ay qardaş, neynirsən? Qırmızı işıq idi axı. Öldürəcəksən bizi. Sürücü güzgüdən sərnişinə baxıb gülümsüyür. Qorxma ay qonaq. Mənim qardaşım Tofiq həmişə belə sürür. Heç nə olmur, arxayın ol, peşəkaram. Sərnişin səsini çıxarmır, yapışır oturacaqdan. Biraz gedirlər, yenə qırmızı işıq çıxır. Sürücü yenə baxmır, vız eləyib keçir. Sərnişin lap rəngi ağarmış halda susur. Birazdan gəlib çatırlar növbəti işıqfora. Bu dəfə işıq yaşıl yanır. Sürücü qəfil tormoz verir, maşını mıx kimi yerində saxlayır. Qardaş, indi niyə dayandın? Görmürsən yaşıl işıqdır. Sür də. Sürücü barmağını dodağına aparıb yavaşca deyir. Tələsmə, qardaş, ehtiyatlı olmaq lazımdır. Birdən qardaşım Tofiq o biri tərəfdən gələr.